İzləyicilərimiz, bugün yenə qırmızı biberdən turşu qoyuruq. Bu dəfə doğrayıb qoyuruq. Onun üçün yenə biberimizi, sarımsağımızı, çox az bir şey, mən acı biber atıram, atmasanız olar. Cəfəri, şəkər tozu, duz, bir də sirkə götürmüşük. Keçək hazırlamışam. Ələmizlə yəni tökdük, ocağımızın altını yandırıq. Üzərinə bitki yağı tökürük. Birazca çıxana qədər tökəcəyik. İstəsəniz qarğıdalı yağı, semçika yağı, zeytun yağı, nə istəsəniz tökə bilərsiniz. Bunları etap-etap tökəcəyik. Əvvəlcə biberimizi tökürük 5 dəqiqə. Biberimizi 5 dəqiqə qovurduq. İndi duzunu tökürük. Etapla sonra şəkərini tökürük. Ən sonunda sirkəsini tökəcəyik. Sarımsağını. Yəni bu ədəbalarla da 5 dəqiqə qovurulacaq. Nərgiz, doğradığın göyərtiləri gətir. Biz bankada da bunu steril etdiyimiz üçün çox pişirmirik. Tam bir vitamin deposudur qış üçün. Qırmızı biber qışa qalanda da vitaminləri ölmür. Həmçinin də cəfərin vitaminləri ölmür. Cəmi 5 dəqiqədə bu vəziyyətdə qovururuq. İstəyən xırda doğrayar, amma bunlar çox xırda doğrananda əzilən kimi olur. Ona görə biz çox xırda doğranırıq. Biberlərimiz hazırdır, yığırıq bankalara. 20 dəqiqə sterilizasiya edəcək. Bankalarımızı qoyuruq qaynamağa. Turşumuz hazırdır. Siz də hazırlayın.